Kəmal xanım, bəs onda tamamlanmamış ruhlar olur? Hansı ki intihar etmiş ruhlardır? Bəli, intihar etmiş ruhlar və yaxud da qəfil rəhmətə getmiş ruhlar var ki, bu bu siz bir də nə ilə əlaqəli olar? Mən hər zaman aşağı titreşimdən danışıram. Bəzən bizə olunan o neqativlər bizim enerjimizi həddindən artıq ala bilərlər ki, bizi intihara sürükləyə bilərlər. Fikir vermisiniz yox? Kimsə bizə neqativ eləyəndə, kimsə bizə pislik eləyəndə, ailəmizə pislik eləyəndə, nəsə bir əməl falan eləyəndə insan özünü öldürmək istəyir. Sui-qəsd fikirləşir. Belə insanlarla görmüsüz də. Mən çünki işləmişəm o cür insanlarla. Deyir ki, mən özümü öldürmək istəyirəm. Mən yaşamaq istəmirəm. Niyə yaşamaq istəmir? Çünki enerjisi alınır, ruhun artıq tükənir. Ruh artıq bizə yazılan bir qədər var. Ölüm qədəri. Onu dəyişmək üçün hələm hər ruhun gücü çatmır. O intiharın da gəldiyi vaxt o ruhun artıq ölməyi seçməyi vaxtdır. O ruh artıq seçir ki, mən falan vaxtı bu dünyadan köçəcəm. Mən уже dözə bilmirəm. Vəsə, bitdi. Saxlayır. Onunla da bütün proqramları dayanır və insan intihar eləyir. Bu da onun təcrübəsidir. Və o yenidən bəli, o bir də bu dünyaya gələ bilər, başqa bir təcrübə ilə yaşaya bilər.